hörmətli Muğanlı cəmaatı. Hamınızı xoş gördük. Allah hamınızın canını sağ eləsin. Allah həmişə sizi belə xoş günlərdə qismət eləsin. Əziz Muğanlı cəmaatı, doğrudan da biz bugün fəxr eləməliyik. Ona görə ki, belə qeyrətli oğlanlarımız var. Qeyrətli sayəsində Muğanlı torpağı, Azərbaycanın bütün işğalda olmuş torpaqları azad oldu. Bütün şəhidlərə Allah rəhmət eləsin. Qazilərə can sağlığı versin. Belə oğlanların qarşısında da Allah bunlara can sağlığı versin. Amma bir məsələ qalır ki, biz bu məktəbin ərazisindəyik. Burada məktəbdə bizə dərs deyən müəllimlər var. Doğrudan da kocaman müəllimlərimiz var. Gəlin onlara rəhmət diləyək. Mehmet müəllim, Sovet müəllim, Zənifə müəllim, digər Yelmar müəllim, rəhbər müəllim, bunlar hamısı bu gördüyünüz uşaqlar deyil. Hamısı ağsaqqal kişilər, ailə sahibləridir. Amma onların hamısı həmin müəllimlərin sayəsində dərs alıb, belə vəzifələrə yüksəliblər. Onlara Allah rəhmət eləsin, qalanlara Allah can sağlığı versin. Doğrudan da biz fəxr eləməliyik ki, belə savadlı kadrlar yetişdir. Muğanlı cəmaatı çox yaxşı kadrlar yetişdirən məktəb olub. Həqiqətən bir ildə 17 nəfər ali təhsil oldu. Ondan sonra işğal olundu Muğanlı kəndi. Ona görə bu müəllimlərə biz öz minnətdarlığımızı bildiririk. Çox sağ olun, var olun. Hamınızın qarşısında baş əyirəm. Allah sizin canınızı sağ eləsin. O buradan gedib, qayıtmayan Muğanlı cəmaatı ölənlərinə də Allah rəhmət eləsin. Qalanlarına can sağlığı versin. Hamınızı öpürəm, bağrıma basıram. Mən fəxr edirəm ki, mən Muğanlılıyam. Mən fəxr edirəm, Azərbaycanlıyam. Yaşasın Qarabağ, yaşasın Azərbaycan.